Hakim kimdi ve niye bu obraz insanın içindeki en sert, en ağır gölgelerden biridir? Bu sualın cevabı adeten belə olur. Birileri derler ki hakim kritikti, hakim paxıldı, nəzarətçi valideyndi. Ama əslində hakim elə o divanda oturan, gündüz də, gecə də dincəlməyən, öz beynini de başkalarının beynini de diden, şahsi hobisi cezalandırmaq, peşəsi dərsizləşdirmək, daxili devizi hamını düzəltmək. Hərənin tanış çərçivəsində belə biri var. Kiminsə mətbəxində oturan bir baba veya er var ki, elə bir bütün kainat üçün qost normativləri o yazıb. Əgər insanı rollara bölsən, arxetiplərə, daxili figurlara çox maraqlı tablo alınır. Bir tərəfdə uğursuz oturub, başqa yerdə ulduz. Yanında, kənarda sabotajçı, yaxınında kontrolçu və ən dərin yerdə ömürlü müqavilə ilə oturan prokuror hakim. İnsanlara bu prizma ilə baxmaq maraqlıdır, həyəcan vericidir. Ən maraqlısı da belə adamların yanında özünü necə hiss etdiyini izləmək. Hakim insanın yanında nə baş verir, necə özünü hiss edirsən. Günahkarı hiss edirsən, balaca hiss edirsən, avam olduğunu hiss edirsən, problem özünü sən hiss edirsən və biraz da zibil kimi hiss edirsən. Hakimin yanında rahatlıq yoxdur. O zövq üçün deyil, o cəza üçündür. Necə olmalıdır üçündür. Hamını bir mikroskopun altından dürtmək üçündür. Və indi ən ağır həqiqət, hakimlərin uşaqları bütün həyatı boyu özlərini zibil kimi hiss edirlər. O uşaqlar böyüyəndə addım atmaqdan qorxur, səhv etməkdən qorxur, axmaq görünməkdən qorxur, qeyri-ideal olmaqdan qorxur. Çünki evdə eşitdikləri yalnız buydu. Düz deyil, yenə səhv, niyə ideal deyil, bu nə axmaqlıqdır? Uğursuz gölgəsi və axmaq gölgəsi məhz hakimin uşağında doğulan gölgələrdir. Mühakimə edən insanın uşaqları uğursuz və axmaq kimi olurlar. Və onlar ömür boyu içlərində bir his daşıyırlar. Mən yetərli deyiləm, mən pisəm, mən günahkaram. Hakim əsas gölgədir. Əsas çünki o insanın təməlini dağıdır. İnsan təməli nədir? Özünə dəyər, spontanlıq, azadlıq, yaradıcılıq. Hakim özünü mikroskopla izləyən adamdır və tələb edir ki, başqaları da elə etsin. Hakimin qaydası çoxdur. Çox yox, tonlarla. Doğruluq onun dinidir, kənara çıxmaq onun üçün cəhənnəmdir. Bu sadəcə sərt adam deyil, bu perfeksionist nənədir. Səni boğazından tutub, düz belə olacaq deyən figurdur. Hakimin həyatı utancdır. İnsanda nə qədər çox utanç varsa, o qədər çox o mühakimə edir. Əgər siz özünüzdə parlaq bir hakim gördünüzsə, bilin ki, sizdə bu var. Siz bütün insanları, eləcə də özünüzü mühakimə edən və qınayan birisiniz. Nə qədər çox utanç, bir o qədər çox hakim. Və o nə qədər güclüdürsə, o qədər qəddar, alçaldan və cəzalandırandır. Sual, siz kimi və nəyi daha çox qınayırsınız? Hakimlərin uşaqlarında utanç həddindən artıq çox olur. Bu məsələyə gəlir ki, niyə paqan intelligensiyanın, o yüksək saç düzümlü insanların uşaqları arasında ən pərəmpərən, ən dəhşətli hallar olur. Paqan intelligensiya mənada işlədilir ki, özünü ziyalı, maarifçi, mədəni kimi göstərən, yalandan göstərən insanların uşaqları. Həyatda bundan dəhşətlisi heç yerdə görsənmir. Heç yerdə yoxdur. Ancaq o paqan intelligensiyanın uşaqlarındadır. Onlar hamısı mühakimə edir. Paqan intelligensiyanın mahiyyəti ondadır ki, onlar hamını mühakimə edirlər. Onlar hamıya yuxarıdan aşağı baxırlar. Onlar elə bu obrazda yaşayırlar, hakim obrazında. Ona görə də onların uşaqlarında utanç çoxdur. Və necə qəribə səslənsə də, hətta alkoqoliklərin və narkomanların uşaqlarında problem daha az olur. Baxmayaraq ki, orada da oranı da öz cəhənnəmi kifayət qədərdir. Amma paqan intelligensiyanın uşaqları qədər deyil. Kənardan baxanda hər şey mükəmməl görünür. Təhsilli, mədəni, nümunəvi, amma hakimlə yaşamaq çox çətindir, çox. Bax, gəlin indi açıq danışaq. Hakim elə belə xasiyyəti sərt adam deyil ha. Bu kökündən utancın mutant versiyasıdır. Bunu yadda saxlayırıq. İnsanda nə qədər çox utanc varsa, içindəki hakim bir o qədər qəddardır. Və niyə belə olur? Çünki içində utanc qaynar qazan kimi qaynayır, çıxmağa yer axtarır. Bax, tənqid hakimdir, müqayisə hakimdir, adamı kiçiltməyə hakimdir, mühakimə hakimdir. Yəni bir sözlə hakim bərabərdir utancın səsi. Hakim niyə belə qəddardır? Sual. Çünki içində gizlədilən şeylər çoxdur. Utanc dağ kimidir. Məni cəmaət görsə nə olar qorxusu, birdən zəif tərəfimi açarlar panikası, mən ideal deyiləm axı narahatlığı. Əgər baxırsınız, görürsünüz ki, kimsə var da, tutalım, çox sərtdir, qırır, alçaldır, daxili diktator havasındadır. Bilin, içində lap çox yanıq var. Utanc keçir tənqidə. Tənqid keçir qəddarlığa. Qəddarlıq keçir cəza verməyə. Və ən pisi, hakimin həmişə cəzalandırdığı ilk insanlar öz övladlarıdır. Özünüzdən soruşun, nəyi daha çox qınayırsınız? Nə sizi ən çox əsəbləşdirir? Yox, bu olmaz dediyiniz nədir? Bir daha təkrar edirəm, hakimlərin uşaqları utanc içində yaşayan insanlardır. Hakimlərin uşaqlarında utanc hər zaman başqa valideynlərin uşaqlarına nisbətən dəfələrlə çox olur. Paqan intelligensiyanın uşaqlarında utanc ən çox olur. Bu təhsil haqqında deyil, bu hər şeyi bilən, hər kəsi mühakimə edən bir insanın obrazı haqqındadır. Burnu göydə gəzən, hamını düzgün səhv şkalası ilə ölçən, insanlara çirkli döşəmə kimi baxan bir insan modeli. Belə insanların evində atmosfer belədir. Biz daha yaxşıyıq, biz daha doğrusuyuq, biz bilirik. Və məhz belə ailələrdə ən çox sındırılmış uşaqlar olur, ən ağır hallara rast gəlinir, ən dərin utanç formalaşır. Alkoqoliklərin və narkomanların uşaqlarında utanç çox vaxt hakim intelligentlərinin uşaqlarına nisbətən daha az olur.
Elbette ki orada da yeterince cehennem var ama utanç daha az. Niye? Çünkü orada idealizm yoktu. Mükemmellik oyunu yoktu. Biz mükemmellik maskası yoktu. Daimi qaydaların mikroskopu yoktu. Ama pagan inteligensiya ailelerinde utanç nesilden ötürülür, nesile, medeniyetle ötürülür, hayat tarzıyla, əxlaqla, önəmlilik maskasıyla, doğru olma maskasıyla. Bu bilən ailələrdir ki, xaricdən baxanda hər şey möhtəşəm, amma içəriyə girəndə cehennemin özü orada yerleşir. Netice hakim utançla əzab çeken insandı. Utançtan əzab çeken insandı. O təbiətcə pis değil. Öz həssaslığını sərtliyiyle kompensasiya edir. Və hakim yaşamaq çətindir. Çox çətindir. Çünki hamımızı öz utancına yoluxdurur. Onun yanında hayat sonsuz bir düzgünlük imtihanına çevrilir. Niye biz hakimleri öz hayatımıza çekirik ve niye onların yanında yaşayırıq? Ve bak en maraqlı yer burada başlayır. Ne kadar çok utanç varsa içinizde veya ne kadar şişmiş, gergin bir ego varsa o kadar çok siz bunu çölden materialize etmeye çalışacaksınız. Psihika belə işləyir. Biz neyi dərk etmiriksə, o dünyaya insan formasında çıxmalıdır. Yani o insanlar tarafından çıxmalıdır. Bəs bizim kölgəmiz necə işləyir? Bizim işimizdəki hakim kölgəmiz fiziki versiyanı yaradır. Mən illərlə kölgə üzərində işləyə bilərəm. Amma utanç çoxdursa, yenə də həyatımızda elə adamlar gələcək ki, onlar sizin daxili utancınızı canlı simvolu olacaqdılar. Bu metafora deyil, bu mexanizmdir. İçində hakim varsa, çöldə də hakim peyda olacaq. İçində utanç varsa səni utandıran biri çıxacaq. İçində mən belə olmalıyam qorxusu varsa, buna barmaq basan biri gələcək. Dağılmaqdan qorxan ego varsa, onu dağıdan biri mütləq görünəcək. Psixika deyirsən, bunu özündə görmürsən, yaşında mən sənə bunu insanlar vasitəsilə göstərərəm. Beləcə biz elə partnyorlar, dostlar, rəhbərlər tapırıq ki, onlar bizim daxili utancımızın güzgü kimi kopyasıdır. Niyə biz partnyor olaraq da hakimləri seçirik? Bu mexanizm deyil. Bu uşaq vaxtı yarımçıq qalan prosesi başa vurmaq cəhdidir. Psixika axtarır tanış ssenariyum, tanış hissi, tanış ağrını, tanış hakimiyyət utanç dinamikasını. Çünki içindəki gizli proqram belədir. Əgər bunu burada düzəldə bilsəm, deməli o vaxt olan yaraya da sağalma gətirə bilərəm. Amma sağalma baş vermir, insan təkrara düşür, eynisinin eynisinə, keçmiş travmanın yeni versiyasına. Nəticə, əgər həyatınızda davamlı olaraq hökm verən partnyorlar, tənqidçi rəhbərlər, dəyərsizləşdirən rəfiqələr, yuxarıdan aşağı baxan insanlar, sizi utandıran, suçlayan, sıxan adamlar peyda olursa, bu onların problemi deyil. Bu sizin daxili utancınızın materializasiyasıdır. Kölgə içəridə olduğu müddətcə o özünə çöldə bədən axtaracaq. Niyə hakim utanç plus qaydalardır? Niyə biz deyirik ki, hakim bu utancdır? Buradan ləzzətli isə başlayır. Niyə biz deyirik ki, hakim utancdır? Çünki hakim həmişə iki şey üzərində qurulur. Birinci utanç onun yanacağıdır. Utanç onun yanacağıdır. İkincisi qaydalar. Qaydalar isə onun silahıdır. Hakimin nə nüansı var, nə spektri, nə də çalarları. Hakimdə həmişə qara və ya ağ, doğru və ya yanlış, layiq və ya rüsvay, afərin və ya çox pis, olar və ya olmaz. Hakim ortalıq bilmir. Zaten esridiyinə deyilən bir şey yoxdur onun psixikasında. Hakimin psixikası bu formada işləyir. Əgər səhv varsa, deməli sən pis insansan. Əgər hər şey ideal deyil, deməli utan. Əgər nəsə qaydalara uyğun deyil, deməli sən layiq deyilsən. Və burada vacib bir məqam var. İnsanın içində nə qədər çox utanç varsa, onun qaydaları bir o qədər sərt olur. Çünki qaydalar özünə verdiyi bir izahdır. Bu müdafiədir, sərt, ağrılı amma məntiqli. Niyə hakim doğru və yanlışdan bu qədər yapışır? Çünki içəridə utanç çox olanda insana nizam lazımdır. İçəridə xaos olanda qaydalar xilas edir. Səhv etmək qorxulu olanda qara ağ xilas edir. Özündən iyrəndikdə başqalarını mühakimə etmək istəyirsən. Hakim başqalarının güclü olduğuna görə mühakimə etmir. O utancdan əzildiyi üçün belə edir. Onun içində o qədər çox özünə qarşı ittihamlar var ki, o bunları çölə tökməyə məcburdur. Heç olmasa biraz yüngülləşmək üçün. Mikro nəticə belədir. Hakim qaydalar libasına girmiş utancdır. Qaydalar bu zirehdir. Utanç içdəki zəhərdir. Hakimlik isə gərginliyi özündən atma üsuludur. Niyə hakimlərin uşaqları ən problemlilərdir? Niyə məhz hakimlərin uşaqlarında ən çox yara, ən çox utanc, ən çox daxili boşluq və qırılmış identiklik olur? Cavab çox sadə və çox sərtdir. Çünki hakim valideynlər uşağa insan kimi yox, funksiya kimi yanaşırlar. Hakimin həmişə bir siyasi var. Belə düzgündür, belə düzgün deyil, bu layiqlidir. Bu layiqdir, bu rüsvayçılıqdır, bu olar, bu olmaz. Və uşağı şəxsiyyət kimi yox, qaydalara uyğun olmalı olan davranışlar toplusu kimi qiymətləndirir. Uşaq insan kimi yaşamır, düzgün icra olunmalı bir layihə kimi yaşayır. Funksional münasibətlər psixika üçün zəhərdir. Uşaq daim eşidəndə düzgün et, normal ol,
Utanmağımıza səbəb olmam, seçilmə, sən məcbursan, belə etmirlər. İçəridə nə baş verir? Onun daxilində çox ağrılı bir model formalaşır. Mənim dəyərim kim olduğumda yox, nə qədər düzgün işlədiyimdədir. Bu açıq görünür. Uşaq özünü subyekt kimi hiss etmir. Mənəm duyğusu yoxdur. İstəkləri ilə kontakt yoxdur. Öz təbiətini anlamır. Öz normasının hissi yoxdur. O rahat, düzgün, funksional robota çevrilir. Sonra böyüyür və ümumiyyətlə bilmir. O kimdir, nə istəyir, hansı ət onundur. Hansı arzular həqiqidir, harada canlıdır, harada isə sadəcə belə lazımdır. Niyə? Hakimlərin uşaqlarında identiklik olmur. Çünki utanç şəxsiyyətin yox edici qüvvəsidir. Harada utanç varsa orada azadlıq yoxdur, unikallıq yoxdur, yaradıcılıq yoxdur, təbiilik yoxdur, parlaqlıq yoxdur, özün yoxdur. Yəni özün yoxsan. Utanç bütün fərdiliyi alır. Utanç hər canlı şeyi sıxır. Utanç özünü göstərməyə qadağan edir. Uşağa daim ötürülür. Həqiqi sən pisdir. Normal olacaqsın o halda ki, yalnız uyğunlaşsan. Və nə baş verir? Şəxsiyyət yığışır, bükülür, unikallıq ölür, özlük yox olur. Yerdə yalnız funksiya qalır. Bəs özəllik hissi nədir? Bu hər insanın doğularkən gətirdiyi bir hədiyyədir bu dünyaya. Mən başqayam hədiyyəsi. Mənim öz enerjim var, öz normam var, öz qəlbəliyim var, öz gözəlliyim var, öz ifadəm var. Bu hədiyyə xoşbəxtliyin nüvəsidir. İnsan bu fərdiliyi nə qədər parlaq göstərirsə, o qədər yüngül, yaradıcı, azad yaşayır. Amma hakimlərin uşaqları bu hədiyyəni ilk itirənlərdəndir. Çünki utanç həmişə bir şeydir. Özün olma, seçilmə, unikal olmağa cürət etmə. Niyə daxili hakimi olan insan öz individuallığını yaşamağı bacarmır? Düzgün, səhv, yaxşı, pis, sistemi ilə böyüdülmüş insan ömrü boyu 5 ballıq şkala ilə yaşayır. Onun şəxsiyyətini məktəb dəftəri kimi ölçürlər. Allaha inanmaq yaxşı, şeytana istəyiş etmək pis, oxumaq yaxşı, işləmək yaxşı, tənbəl olmaq pis, rahat olmaq yaxşı, özün olmaq pis. Və budur funksional münasibətlər. Burada uşaq canlı ruh kimi yox, funksiya kimi qəbul olunur. Belə mühitdə şəxsiyyət böyümür, onu format edirlər. Niyə hakim bərabərdə utanca? Utanç hakim utanç. Çünki hakim dünyanı ağ-qara karton modelidir. Onun həcmi yoxdur, canlı nəfəsi yoxdur, spektri yoxdur, nüansı yoxdur. Utanç oradadır ki, harda azadlıq yoxdur, unikallıq yoxdur, öz norman yoxdur, identiklik yoxdur, emosiyalara haqq yoxdur, riska haqq yoxdur, mən belə demək hüququ yoxdur. Bu hakim altında böyüyən uşaq özünü hiss etməyi öyrənmir. Onu sadəcə normanı yerinə yetirməyi öyrədiblər. İndividuallıq hədiyyəsi. Hər kəs doğulanda bir hədiyyə alır. Birdən bir olmaq hədiyyəsi. Milyonda bir olmaq hədiyyəsi. Sənin kimi yoxdur, bir də mənim kimi də yoxdur. Amma hakim buna imkan vermir. O parıldamağı qadağan edir. Parlaqlığı qadağan edir, həcmi qadağan edir, rəngli yaşamağı qadağan edir. Niyə daxili hakimi güclü olan insanlarda heç nə alınmır? Çünki hakim tənqidçidir. Tənqidçi isə belə yaşayır. Əvvəl ideal ol, sonra yaşamağa cəhd edə bilərsən. Və insan sonsuz özünü yoxlama, özünü təmir, analiz və perfeksionizmdə ilişib qalır. Tənqidçilərə abidə qoyulmur. Abidəni canlı olanlara qoyurlar, risk edənlərə, özü olanlara. Hakim yaratmağı bacarmır, o yalnız qadağan etməyi bacarır. Hakimin paradoksu, hamıya qaydaları diktə edir, amma özü başqasının qaydalarına görə yaşayır. Hakim əmindir ki, bütün dünya onun qaydalarına tabi olmalıdır. O öz düzgünlüyünə elə səmimi inanır ki, sanki ona doğru yaşamaq lisenziyasını veriblər. Amma həqiqətən də həqiqət həm gülməlidir, həm də faciəlidir. Hakim öz qaydalarına görə yaşamır. O başqalarının qaydalarına görə yaşayır. Qaydalara görə. Cəmiyyətin, mentalitetin, ailənin, mədəniyyətin, köhnə tərbiyələrin, başqalarının qorxularının qaydaları ilə yaşayır. O özü otaqdakı ən azad olmayan insandır. Hakim asılı mexanizmdir. Hakim öz həyatının müəllifi deyil. O yaradıcı deyil, mənəvi mənbə deyil, mənanın qaynağı deyil. O başqalarının normalarının translatorudur. O təkrar edir onu. Bilirsiniz nə? Yəni ona bir zamanlar öyrədiblər, belə olar, belə olmaz, belə yaraşıqlıdır, belə utancıdır və onu təkrarlayır. O fikirləşir ki, hamını idarə edir, amma əslində onun içində qoyduqları qaydalar idarə edir. Nəticə, hakim güc deyil, güc daşımır. O dərin asılılıq haqqındadır. Başqalarının fikirlərinə, stereotiplərə, mənəvi çərçivələrə asılılıq. O yalnız çöldə ucadır, içdə zəif, qorxmuş və tamamilə idarə olunan biridir. Niyə hakim güc deyil? Bax, hakim elə bir güclü figurdur, düzdür, yəni elə görsənir. Sərt, özündən əmin, mənə bax, hamınızı bilirəm tipajı, amma həqiqət o otaqdakı ən asılı insandır. O özü kimi yaşamır, o obraz kimi yaşayır, başqalarının qiyməti ilə, başqalarının fikri ilə, başqalarının ölçü vahidləri ilə. Və bu güc dediyimiz, deyilən şey illüziyadır. Niyə mühakimə edir hakim? O mühakimə edir ona görə ki, qorxur. Məsələn, işdən bu səslər var. Mühakimə edirəm ki, məni mühakimə etməsinlər. Mühakimə edirəm ki, ağrı hiss etməyim. Mühakimə edirəm ki, zəifliyimi hiss etməyim.
zəifliyimi. Mühakimə edirəm ki, utancdan qaçım. Məhkəmə güc deyil. Mühakimə etmək güc deyil. Mühakimə anesteziyadır. Hakim həmişə döyüş rejimindədir. O hücum edir suallara, fikirlərə, alternativlərə, başqasının həyat tərzinə, azadlığa. Niyə? Çünki içində çox kövrək, iltihablı, zəif bir mən var. Kimsə onun sistemini sarsıdanda sanki yer ayaqlarının altından qaçır. Onun qaydaları gücdən deyil, qorxudandır. O tək bir şeydən qorxur. Əgər qaydalar yox olsa, o özü də yox olacaq. Çünki bu sərt konstruksiya olmadan o kim olduğunu bilmir. Onun içində dayaq yoxdur. Hakim güclü görünür, amma o ən dərin yarası olan insandır. O öz həyatını yaşamır. O saxta nəzarətdən yapışıb öz zəifliyi ilə üz-üzə qalmamaq üçün. Elə buna görə də öz qəfəsini belə aqressiv qoruyur. Bu birinci tip, yəni hakim idi. İkinci tip. Hakim ağırdır. Təsadüfi deyil ki, onun belə aurası ağırdır. Niyə hakimlə danışmaq çətindir? Niyə hakimlə yaşamaq ağırdır? Çünki o baltaya oxşur. Dirənib və kəsir, baxmır, hiss etmir, eşitmir. Övladlarını kəsir, partnyorunu kəsir, ətrafdakı hamını kəsir, yəni özünü də kəsir. Sadəcə bunu görmür. O bilmir ki, başqa cür də olar. O ümumiyyətlə bilmir ki, kəsməmə mümkündür. Hakimin ikinci əlaməti. O özünü hesab edir ən ağıllı, ən doğru, ən avtoritet, o qanundur, o həqiqətdə, o son instansiyadır. Amma həqiqət odur ki, çox vaxt o burnunun ucundan o tərəfi görmür. Onun panoraması yoxdur, dərinliyi yoxdur, yalnız bıçağı var. Hakim müdürlük deyil, bu güc deyil, bu avtoritet deyil, bu hiss etməməyi seçən insandır. Və bunu bir qısa həll ilə əvəz edib, kəsmək. Hakim ikiyüzlüdür. Hakim təkcə tənqidçi deyil. O tənqidçi plus qurban. Eyni bədənin içində, eyni anda. Eyni vaxtda hamını sevmir, hamını tənqid edir və eyni saniyədə də mən sizin üçünəm, mən buradayam, hər şeyi sizin üçün edirəm, qurban. Və dərhal ardınca siz nankor varlıqlarsınız, deyir. O sadəcə mühakimə etmir, o özünü xilaskar sayır, o səmimi şəkildə inanır. Mən başqaları üçün yaşayıram, mənsiz onlar batacaq, mən özümü qurban verirəm. Amma həqiqət başqa yerdədir. O qəhrəman deyil, o qurbandır. Parlaq, səsli, həmişə inciyən qurban. Əsas nöqtə nədir? Hakim öz həyatını yaşamır, qaydalarla yaşayır, başqalarının qaydaları ilə cəmiyyətin, valideynlərin, sistemin, o asılıdır, o zəifdir, ona görə də müdafiə olunur. O yadınızda saxlayın, o sadəcə insanları mühakimə etmir, o azadlığı mühakimə edir. Canlını görür və boğmaq istəyir, parlağı görür, kəsmək istəyir, azadı görür və cəzalandırmaq istəyir. Niyə? Çünki özü buna icazə verməyib və buna cəsarət edənlərə nifrət edir. Kimdən bilirsiniz necədir? Ya mən sizi mühakimə edirəm, ya da mən sizin üçün yaşayıram və ən toksik versiya bunları eyni anda edir. Hakimin iki rolü, o ya qınayır, sıxır, utandırır, dəyərsizləşdirir, ya da özünü qurban verir, xidmət edir, dözür, susur, hamını belində daşıyır. Və bütün bunlar sevgidən deyil, arzudan deyil, bu özünə zorakılıqdır. Hakim öz həyatını yaşamır, başqasının koordinat sistemi ilə yaşayır, cəmiyyətin doğru yanlış şablonları ilə, ailənin proqramları ilə, doğmalarla, pis olma qorxusu ilə. Və cəmiyyət bunu mükafatlandırır. Nə yaxşı qadındır, nə düzgün kişidir, əsl insandır, fədakardır, məsuliyyətlidir. Amma içində səhradır. O bunu istəmir, özünü sındırır və buna xeyirxahlıq deyir. Ən sərt hakim kənarda olan deyil, daxildə olandır. Yəni ki, belə bir insanlar var da ki, hətta sən mühakimə edən, например, ər, ana, ata olsa da, onlarla 10 dəqiqə danışıb çıxırsan və düşünürsən ki, hə, niçin da bunun təsirindən bir həftə özümə gələcəm, nə bilim, duşun altından girəcəm, yunacam, təmizlənəcəm. Amma daxildə olan hakim var ha. Sən yəni ki, özünlə direkt 24/7 yaşayırsan, fasiləsiz, tətilsiz. İndi cümlə deyəcəm sizə, bunu beyninizə həkk etdirin, beyninizə yazın. İnsan içində nə qədər səhv hiss edirsə, çöldə bir o qədər düzgün görünməyə çalışır. Bir daha hakim başqalarının həyatını mühakimə edir, azadlığı cəzalandırır, canlılığı boğur. Yəni, dərhal əlavə edək ki, hakim öz həyatı ilə yaşamır. Hatırlayırsınız, danışmışdıq, öncəki videolarda danışmışdım. O müqəddəs ata haqqında, ətrafdakı bütün qeyri-dindar insanlardan nifrət edən, amma bunu təbliğ edən. Yadınızdadır bir sual yaranmışdı. O insanları özünə çəkmək, nəyəsə yardım etmək istəyir, yoxsa özünü inandırmaq istəyir ki, yalnız belə bir yol var, başqa yol yoxdur. Hakim öz həyatını yaşamır, azadlığı qınayaraq və azadlığa görə cəzalandıraraq, azadlığı əlindən alaraq yaşayır. Niyə? Çünki bununla özünü inandırır. İnsan ona görə doğulmur ki, uyğun gəlsin. İnsan doğulur ki, var olsun, yaşasın, səhv etsin, istəsin, işıqlansın. Və əgər bu sözlər indi içində hardasa titrəyiş verirsə, deməli sən dirisən. Ən vacib yer buradadır. Hakimdə nə yoxdur? Əlbəttə ki, onun şəxsiyyəti yoxdur. O onu silib, toza çevirib, heçliyə indirib. Və bütün bunun təməlində utanc dayanır. Yəni utanc haqqında mən ətraflı məlumat, ətraflı videoda danışmışam. Öncəki videolarda da ətraflı utanc nədir? O, hakim mantiyasının güclü olduğu üçün geyinmir. Əksinə, öz həqiqi yüzünə baxmaq dözülməz olduğu üçün geyinir. Bu kimdir əslində? O, müqəddəs roldur. O, əxlaq abidəsidir. Qaydalarla yaşayan canlı təlimat kitabçasıdır. Əlində siyahılar, qovluqlar, düz yaşama sxemləri. İnsanlar da deyir, yox, bu bilir necə yaşamaq lazımdır, bu bilir, o başa düşür, o ağıllıdır. Həqiqət anı gəlir. Sən ona yaxınlaşıb soruşanda, sən nə istəyirsən, nəyi sevirsən, sən harda dirisən, hansı mövzuda dirisən və orada boşluq donur, bilmir, doymur, görmür. Niyə belə olur? Çünki sevmək yalnız şəxsiyyətdən doğur.
Amma onda artıq şəxsiyyət yox. Onu yandırıb, silib, qaydalarla əvəz edir. Və ən qorxulu həqiqət o özünü tanımır, özünü hiss etmir, özü ilə yaşamır. O belə lazımdırla yaşayır. Belə bir formula var. İnsanı nə qədər yaxşı tanıyırıqsa, o qədər az mühakimə edirik. Nə qədər öz tərəfimizi qəbul ediriksə, hakim olmağa o qədər az ehtiyac duyuruq. Amma insan özünü nə qədər az tanıyırsa, o qədər inkar edir, mühakimə edir, nəzarət edir, cəzalandırır. Həm özünü, həm başqasını. Hakim güc deyil. Hakimiyyət mantisiyasına bürünmüş utancdır və ən qəddar hakim həmişə ilk əvvəl özünü mühakimə edəndir. Goethe'nin Faust əsərindən bir parça. Mən o qüvvənin bir parçasıyam ki, həmişə pislik istəyirəm, şər istəyirəm, amma daim xeyir yaradıram. Bu sətirlər Faustdan götürülür və əgər onları ağılla yox, bədənlə oxusan, aydın hiss olunur. İnsanda heç nə bir mənalı deyil. İşıq həmişə işıq demək deyil. Qaranlıq isə həmişə qaranlıq deyil. Bundan sonra ədəbiyyata, incəsənətə, kinoya, hər şeyə yeni baxışlarla baxanda daha çoxunu görəcəksiniz. Genişlənəcəksiniz. Daha çox hiss edəcəksiniz. Sadəcə mənə çox maraqlıdır ki, bu videolardan sonra düşüncənizin necə genişlənəcəyinə baxmaq mənə çox maraqlıdır ki, nə dərəcədə düşüncəniz, baxışınız genişlənəcək. Necə daha çox baxmağa, daha çox görməyə başlayacaqsınız. Yəni bunu görmək mənə çox maraqlı gəlir. Belə deyim də, eyni yerə baxacaqsınız, amma daha çox görəcəksiniz, daha dərindən görəcəksiniz və özünüzə də eyni şəkildə baxacaqsınız. Dərindən, tam başqa rakursda açılacaq hər şey sizə. Yəni biz daha ağıllı olmuruq, biz genişlənirik. Biz daha çox hiss etməyə başlayırıq, daha dərindən görürük, daha incə eşidirik. Mən əvvəl də baxdığım yerə baxıram, amma indi başqa cür görürəm, daha çox görürəm və eləcə də özümə. İndi siz özünüzdə düşünürsünüz ki, öz şəxsiyyətimi necə tapmaq olardı. Amma siz bunu artıq edirsiniz, siz artıq qazırsınız, siz artıq fərq edirsiniz, fərqindəsiniz. Siz artıq əvvəlkindən daha dərin yaşayırsınız, daha dərin, geniş görürsünüz. Vacib olan o burada ilişib qalmamaq, bu leveldə, qoruyucu rejimdə dayanıb qalmamaqdır. Siz nə nöqtədə dayanıb qalmaq olmaz? Bu nöqtədə, yəni harda ki, sanki artıq təhlükəsizdir sizə, amma hələ də tam diri deyilsiniz. Bu nöqtədə dayanıb qalmaq olmaz. Daha irəli getmək, özünüzə genişlənməyə icazə vermək, özünüzə daha çox görməyə icazə vermək, özünüzə daha dərindən yaşamağa icazə vermək. Biz hələ başlanğıcdayıq.